Həftəlik bürclər 27 oktyabrdan 3 noyabra doğru Qoç, Şirox atan bürclərinin o ünsürləri nələr gözləyir? Birinci Qoçlardan başlayaq. Qoçlar, bu həftə siz keçmişin retrosunda qalacaqsınız. Retro vəziyyətində olacaqsınız. Özünüzü aktivləşdirmək, özünüzü önə çəkmək, nə istədiyinizi bilmək və qəribə bir vəziyyətdə olacaqsınız. Elə bir yerə, göyə, insanlara qarşı, hər kəsə qarşı bir balaca narazı və narahat vəziyyətdə olacaqsınız. Yəni mənə çox əl vurmayın, mən öz emosiyalarımdayım, öz düşüncələrimdəyim. Belə etmək lazım deyil. Retro vəziyyəti zaten sizin gələcəyə doğru inkişafınızı zəiflədəcək. Onun üçün özünüzü qabağa çəkib və gücləndirilmiş bir vəziyyətdə davam elətdirməlisiniz. Ümumi Qoçlar olaraq iş, pul, maddiyyatla bağlı ən birinci məqamda şərikli işləriniz, kimlərləsə birlikdə işləriniz, yenilənmələriniz varsa, bunları ayın 4-ünə qədər tamamilə belə deyim, planlı şəkildə, danışıqlı şəkildə aparmalısınız. Pis həftə deyil, sadəcə bədənsel narahatçılıqlarınız, özünüzün tənbəlliyi, hər şeyə qarşı narazı vəziyyətiniz və keçmişdən gələcəyə doğru retro gəlirsə, sağlamlıq olaraq, şəxsiyyət olaraq, maddiyyat olaraq keçmişin problemlərini sizə doğru aktivləşdirmiş bir formada olacaq ayın 1-nə qədər. Buna fikir versək, əslində qalsa negativ həftə deyil, sadəcə küskünlüyünüz bilmirəm niyədir bu qədər. Özünüzü nə pula, nə şəxsiyyətə doğru aktivləşdirə bilməyəcəksiniz və özünüzdə olan belə deyim də bədənsel stabilliyi itirəcəksiniz. Pəhrizə oturmağınız vacib bir vəziyyətdədir. Bədən həm enerji olaraq, həm aldığı qidalar olaraq özünü formalaşdıra bilmir və reaksiyasını aktiv şəkildə bildirəcək noyabr ayına doğru. Buna fikir verin Qoçlar. Ümumi həftəni dəyərləndirsək, 74%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Şirlərə gələndə şirlər keçmişdən gələcəyə doğru güvənsiz, yarımçıq, gizlənmiş hər bir şeyin üstü açılır. Bu yuxuvuz vasitəsilə ola bilər, bu kimlərinsə vasitəsi ola bilər. Nə yarımçıqlıqlar varsa bunların hamısını aktiv şəkildə sizə məlumat bazası olaraq güclənəcək. Şirlər iş, pul, maddiyyatda bu həftə çox işləyəcəksiniz və istədiyiniz maddiyyatı düzəldəcəksiniz. Amma şəxsiyyət üçün bu həftə gözəl bir zaman əmələ gəlir. Yəni tək şirlər varsa sevgi ilə şəxsiyyətlə əlaqədar olaraq yeni bir başlanğıc, yeni aktivliklər edəcəksiniz. Yolla, maşınla əlaqədar problemləriniz ola bilər. Bu həftə bir balaca özünüzü təmkinli, o səbir yoxdur, amma səbirli formada olmanızı məsləhət görürəm. Bu həftə kimlərsə sizin səhvlərinizi, addımlarınızı ört-basdır etməyə çalışacaq. Sizi qoruyan enerjilərdə evrən olaraq mükəmməl şəkildədir. 81%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Sadəcə olaraq nəfəs yolunuzla, dişlərinizlə və boğazınızla əlaqədar problemlər sağlamlıq olaraq aktivləşə bilər. Oxatanlara gələndə isə oxatanlar bu həftə çox gözəldir, siz gözəl deyilsiniz. Hər şeydən qocalmış, rahat, qocalmış vəziyyətdə, narahat vəziyyətdə, yarımçıq vəziyyətdə. Bu həftə pulunuz olacaq, amma xoşbəxtçiliyiniz olmayacaq. Bacarırsınız oxatanlar şəxsiyyətlə əlaqədar bu həftə özünüzü stabilləşdirin. Nə istədiyinizi, hara doğru getmək, yanınızda kimin olmasını və yaxud da kimlər olaraq, sosiallıq olaraq, ailə olaraq aktivləşmək istədiyinizi seçməlisiniz. Bu həftə sosiallıqda, topluluqda olacaqsınız, amma daim özünüzü yalnız hiss edəcəksiniz. Sağlamlıqla əlaqədar topluluq, ayaq, damar sistemində və çanaq hissəvizdə olan narahatçılıq sizin bədən olaraq, cinsəllik olaraq aktivləşməyinizi zəiflədəcək. Həftənin sonlarında şanslarınız uğurlu bir şəkildə sizə doğru gəlir. Uğurlu bir məqamda, uğurlu bir zamanda olacaqsınız. Düzdür, qərarsızlığınız, hər şeyə qarşı küskünlüyünüz çox olmasına baxmayaraq, yenə də özünüzü stabilləşdirəcəksiniz, amma bu tənhalıqdan, bu yalnızlıqdan çıxmağa çalışın. Çünki oxatanlar ailə, sevgi ilə qidalanan bir insanlardılar, Qoçdan, şirdən fərqli olaraq. İkiləm qərarsızlığınızın qabağını ala bilsəz, həftənizi 78%-ə qədər uğurlu edə bilərsiniz oxatanlar.